Bəli, birinci sualda, bəli, informasiyanın ötürülməsi. Sadə sualdır. Bəli. İkincidə də 4119 kilobaytdır. Arada. Bəli, 4 megabaytın üzərinə 23 kilobayt əlavə etməkdən ötürü biz hamısını megabayta çevirə bilmirik. Çünki 23 kilobayt megabayta çevrilə bilmir. Ona görə də hamısını kilobayta çeviririk. 4-ü vururuq 24-ə megabayta çevirəndə, sonra isə adi qaydada toplayırıq. Bəli. Üçüncüdə də MDCLV sonuncu variant. Sonra 4-də 63 edir. Onluğa keçən tamdır. Sonra 5-də 3-dir. 3-dədir, bağışlayın. 3-də. Bəli. 6-nı bilmədim. Mən bunları bilmirəm. 6-da 8 kilobayt. Çevirmələri bilmirəm mən. Yox, burada elə çətin deyil müəllim. Fikir versəniz, burada 258 səhifə deyir. 2 səhifəsində deyir ki, 512 256 pikseldən ibarət 128 hektarlarına malikdir. 2 səhifə deyir 512 398 Burulsun 207, yəni 7 bitlə açılır. Biz də bunu çevirəndə burada alırıq. Çıktı 9, vurulsun 308, vurulsun 2, çünkü 2 səhifəsində deyil, ona görə 2'ye vurulur. Vurulsun 7 ise, bunu da bölürük, bitlə verir. Statik dəyişmə. Bəli. Sizdə də 10 aldım. Ben burada 10'dur. Burada 10 da. Sən biləcəksən. 9 mənə satmalı. Kub mərkəzi prosesör deyil ki. Yox, C'dir o müəllim. O CPU'dur. Mərkəzi prosesör. Hə, mənim biraz sürüşdürün onu. Bəli. Növbətiyə baxaq. Mən ona fikir verməmişəm. Hep ağırdım. Mənimlə 9'a keçir. Bəli. CPU deyəsən videonla belə şeylər. Müəllimlər 8-də çətinlik çəkmişik 8-ci sualda. Vermədim. A-dan G şəhərinə gedəndə bir yol ayrılırsa, bir yol daxil olursa, neçə yol daxil olursa, o qədər də yol əlavə digər yola getmiş olur. Yəni, neçə yol daxil olsa, o qədər də yol çıxır. Bu üsulla hesablayırıq. Mənə gələrsəz Python'da da çətin çəkmişik, düzdür? Python'da çətinlik olur. Bilgisayarların grafik mikroprosesoru. Bəli. Baxın, əmrlər kutusu, tələbəlik, işçi gərginlik. Bunu düz yazmışdım. Onda ikinci də bildi, iki büyük dediğim zaman. Yaptık böyle şeyler çaştırır ya adamı. Aldığım gibi tutuyoruz. Burada bir varyantı oldu onu da. Bəli. Burada bir dənə yadımda qalan tak tezliyi idi. Onunla tapmışam.
Deməli, tak tezliyini 4 aya düşür da, bir dənə variant 4 ay. Bir de yadımda kalan tak değil. O mesela mantıkla yazmak olur. baxın, vahid zaman ərzində 1 saniyədə Seferberlik deyəndə 32, 64. deməli, vahid zaman ərzində Əməklər toplusunun miqdarla yadda saxlamışam. Bir dənə onu tapdım, dedim, hamı dolara vurdum deyib. bəli, vahid zaman ərzində 1 saniyədə prosesorun yerinə yetirdiyi dövrlərin sayı nə adlanır? Tak değil. Bəli, prosesorun bir dəfəyə emala götürdüyü bitlərin sayı ilə müəyyən olunur və prosesorun daha çox 32 bitlik və 64 bitlik olmaqla istehsal olunur. Bu hansı O müəllimlər? mertebelisi. Bəli, görürsüz mərtəbəli. Adicənə internetdə nəsə yükləndə də bizdən soruşur. Deyir 32 idimi prosesorunuz, yoxsa 64 idimi? Fikir versiniz? Bu əməliyyat sistemi ümumiyyətlə nə o? Yəni altının o gücünə baxır, ona görə yüklənir. Elə deyil. Bəli. Biz ondan ölçülür pulu. Mərtəbəli. Bəli. Hətta əməliyyat sistemi. O əməliyyat sistemi hardadır? Əməliyyat. Bəli. Deyir, emal üçün götürülən informasiya hissələrinin, paketlərinin sürətini xarakterizə edir. İsti geldi. Gel bura gel. Bəli. Prosesorun icra edə biləcəyi müxtəlif, bura gəl. Prosesorun icra edə biləcəyi müxtəlif əmrlərin miqdarını təyin edir. Nə idi məmurlar? Müxtəlif əmrlərin miqdarı. Əmrlər toplusu. Ay, sağ ol. Bəli, müxtəlif əmrlər. Miqdarı əmrlər. Əslində sadəcə 11-də əməliyyat sistemidir, 12-də vektordur. 13-də elə avtomatik avtodan götürmək olurdu. bəli. Bunu ben sen çarşı desktop yazmıştım. İş Yani ortası. 13'də mən də səhv eləmişəm. 13'də nə oldu ki? 13'də avto verib, elə avtomatik avtoların gelirdi ya. Ben hiç ona bakmadım. Ben ona baktım. İş masası gördüm desktop. Dedim ha bu desktop. Oradan görmüşsün şu desktopa. İş masasından dedim bence bu olar. Hiç. Mən də onu failin adı da 1.4'dür. Bilmem. 5'i bilmirdim. Ben 5'i bizi Evet. burada gördüm ama 1.4'ü bildim. Ha bir dört. Orada nöqtə də var, o nöqtəni də otomatik götürüldü. Nerede sağ? Çok Bıçak mı? Para verilmişti. Bana para verirler. Məmlə. Burada satırlardı. Rose. Cons. Rose, bəli, sətirdir. Məmlə, failin uzantısı neçə simvoldan ibarət ola bilər? 1, 4, 5 adam sürün. Baxın, bu proqram təminatı ilə bağlı əməliyyat sistemini bir də tətbiqi proqramlarda belə bir problem var ki, çərçivə sənətində 2010-dan verilib. Hanı üçün? 2010-dan verilibdir. Natancı. Digərində isə, get bura. Digərində isə, get ruşkan bura get. Yazı yazıram, vərəqdə ver. Digərində isə, digərdə, belə deyək, orta məktəb kitablarında 2007-dir. Görək, qərəzdə bir faal olmayacaq. Deyir, şəkildə verilmiş fraqmentə əsasən yaradılan cədvəldə 5 ədədi nəyi ifadə edir? Burada məmlər 5 ədəd. Satırı. Bəli, çünki qarşısında rows yazılır. Rows sətr deməkdir, columns da sütun deməkdir. İngiliscə tərcümədə baxıb bilmək olur. Bəli. Deyir, bu proqramda Satırı bitirir. F8 düyməsi 5 dəfə sıxılsa, hansı döv mətnin seçilmiş olar? 17'ni mən bilmədim. 17'de ben 17'də aslında bilmirsən, bəli. Məndə də bu səb. Bence de o sert. Doğru. Az günü üzere değil ama 5 sonun cevabını verir.
Yok, burada deyir ki, az sütunu üzrə minimum. Minimum burada 5'dir. 5'ti de. Ben bilirəm. Ama cevapta 5 sunulur. Yani burada cevap 3 hardan çıxır? 3 yoxsa ki burada. Ben de 5 götürmüşüm ama. Şimdi biz ne bileyim 5 deyirik. Bizden bu Yok, 5 sual olmalı. Yok, Yeminler bu sual bizden eyniyəcək. bu sual düşməz belə bir sual. 5 götürür. Belə asas suallar verməzlər müəllim, inanma. 5'dir Burada müəllim. nəsə sıfırdır. 5. Burada B'ni işarəliyim. Bəlkə də B yazmaq istəyirlər, A yazdılar. Olabilir. Burada az sütunu deyil. Hə, Amma az burada da sunulur 5. deməli təyinli fikir verirəm, beyni işarə eləyirlər. Nazım Əvvə burada cavab niyə 3 ki? Müəllim, bax, Müəllimə dedi ki 5'dir. baxın deyir, az sütunu üzrə minimum əmri tətbiq edilərsə, nəticə neçə olur? Az sütunu üzrə. Az sütunu üzrə, baxın, az sütununda mənlə niyə elə o nöqteyi nəzərdən baxırsınız? Az sütunu, yəni A1, A2, A3, A4, A5. Bunlar gedir. Az sütunu deyəndə bunlar gedir. Biz də onu deyirik. Bunlar Burada üçün da 5'dir də, bəs niyə belə sual bizə çətin gəldi? yox, sual çətin gəlmir. Cavabı 3 verirlər. Hə, onun üzrə sayasız proqram səhv götürür. Hə. Belə deyil. Onu da düz almışıq da 5. Biz 5 yazmışıq. Hə, yox müəlliməm. Burada 5, bəli, proqram səhv götürür, üzrə sayasız, bəli. 18-i də 18 də səhvdir bu. Burada da 18-i də mənə çatmadı. burada heç Burada mən yazmışam 45, elə 45 də çıxıb. yox, burada ümumiyyətlə, burada bu yazılıqda səhvdir. 6 ilə 8-i toplamışam. Sum 14. Aha. Burada da Aa, A1 ilə 5 ilə 5-i toplayanda 10 edir. Ha, ümumiyyətlə, bax, Qalanlar çöpündə 45. Hə, bəzi. belə Excel-də işləyir. Sum A1 5 yazır. Bu ümumiyyətlə xəta verir belə bir yazılış. Belə bir yazılış yox baxın. Mən onu demək istəyirəm. Bəli, deyir Y3-ün xanasının qiymətini müəyyən edir. Sum A1 D3. A1 5-dir. D3-də də qiymət yoxdur da, o yəni 0-dır. Niyə ki müəllim? Biri 5-dir, birində də yoxdur da. Xanada heç bir qiymət yoxdur. 0 götürür. Cavab neçə çıxır burada? Harda? Y3 xan. 18-də Hə, neçə çıxır cavab? Mən bunu düzdür. Xəta baş verdi. Təzədən mən bunu ümumiyyətlə qutarandan sonra təzədən olduğu kimi yazdım Excel-də. Yenə də cavabı vermədim. Bir dəqiqə müəllimlər. Mən bir dəqiqə zəhmət olmasa gözləyim, mən Excel-də yazım bunu. Mən cavab vermədim. Çünki xətadır. 2010-da yazdınız müəllim? Bəli, bəli. 2013-də hə. Hə, elə bir 2013-də deyil. Hələ məncə 2019-da olmalı. Bununla yazdınız, düzdür? Bir dəqiqə. Bəli, bəli, oldu. Məsələn, burada 5 yazaq, digər xanada boşdur. İndi buradan cədvəl sətrinlə yazaq, yoxlayaq. Bir dənə özünüz yoxlayın, müəllim. Baxında ki, Bəli, mən yazın. düz yazmam. Bu. Və gələk. Deməli, A4-də gələk. Baxın, bu boş xana. Məsələn, olsun C3. Görək cavab nə verir. Müəllim, 5 verdi axı cavabı. Bir dənə 5 olan yazılan xananı götürdüm. Bir dənə də boş, heç nə yazılmayan boş xananı. Yox, onu demirəm, müəllim. Bax, burada 2018-i yazırsınız siz. Bəli, bayaq dediyiniz sualı yazdım. 18 deyirəm, müəllim. 18-də bax, bu olduğu kimi, bax, bunu yaz orada. Baxın, görün, cavab 45-i verir. Burada cavab 45-i vermir. Mən onu deyirəm. Baxın, C3 deyir, Y3 xanasının deyir, qiymətini müəyyən edin. Y3-də Bəli. də deyir, A1 ilə D3-ü sum elə də cəmlə. Yapazon. Hə, Hamısında orada olanların hamısını cəmlə. Burada A1 deyir yapazonu. Yəni bu A belə deyək də. 5, 6, 4, Bəli. sum 6, 8. Yəni bu deyirəm bu A1-ə kimi. Bu yapazon bu. Bunlar Mən- cavabı
Mən heç yoxlamadım vallahi. Elə Ben yokladım alınmadı. Ben ona göre değilim ki. Bir dəqiqə mənimlə səbirli olun. Bir dəqiqə səbirli olun. Burada sum A1 5'i də yazın. Onların bir başa qiymətini yazmışam. Nazlı müəllimə, yaxşı olar ki, siz deməli özünüz izah eləyəsiniz. Görək kim necə yazırsa, özlüyündən Yox. kim yazıb. Bilmem, ola bilər ki, tez səhv desin. Çünki onu istəyən proqramda yazıb yoxlayanda da xəta verməlidir. Bir dəqiqə. Müəllimə, olarmı elə? Bəli, yazıram. Bir dəqiqə proqramda. Xəta verir mənim. Proqram xəta verir. Düz deyir mənim. Deyirəm də ben Xəta yani verir. burada yani düz alınmır. Cevap değil. Xətadır. Bilirsiniz nəyə görə? Burada sum A1 5'dir, sonra sum 6 8'dir. Onlar cəmlənməyibdi deyə 6 8 6 yazılış deyə bir şey yoxdur. Yəni orada artıq düzgün yazılış deyil kanallarda hesablanır. Yani yazdık düzgün değil. Hə, ona görə xəta baş verir. Cavab xəta baş verir. Bilmirəm, proqram nə götür cavabı bilmirəm amma Mən düzgün belə başa düşdüm ki, D3 xanasında rəqəm olmadığına görə xəta verir, yox, hə? müəllim, rəqəm olmadığına görə yox. Baxın, B3'dür. A-dan D-yə qədər hamısını götürür, düzdürmü? Orada müəllim, baxın, A1 ilə 5'dir, sum eləməyiblər. Sonra sum 6 ilə 8'dir. O hesablanmayıbsa deyə. Axı düsturu nətər toplasın? Ona görə xəta baş verir. Boş olduğuna görə yox, xana boş ola bilər. Xana boş olsa, hə, məsəl üçün deyim, 5 ilə boşluq bir xananı toplayın, 5 çıxacaq. O xəta vermir. Xəta verməyin səbəbi odur ki, sum 6, 8, sum A1, 5 var deyə orada. Ona görə xəta verir. Yəni, xəta verməyin səbəbi olardı. Boş xana deyil. Ola bilər imtahanda qarşınıza çıxar, boş xananın toplanılması. Boş xananı toplamaq mümkün. Ben Boş kanalda oturur da malum. Bəli. Ama belə sumla gəldi 45 cavab alındı, ya özü düzgün də götürdü o 45'i. Yazdık səhv deməlim. Orada yazdık değil olmalı değil. Baxaq, bəli. 19'a. 19'a deyək, D3 xanasının qiymətini müəyyən edək. Deyək, fobi. Burada 16. 4'ün kvadratı olmalı. Bəli, 4'ün kvadrat birinə görə sadə dərsdir. Bəli, o da olur, 4'ün kvadrat. Bəs 2 nə olur? Hətta 4 üstü 2. Power üst dərəcədir də. Qüvvətə üstətinə. Hə, D1-in üstündə deyilsiniz, onda. Hə, B1 üstü D2. Ha, başa düşdüm, təşəkkür. 20-də də 31. Ən dəfə. Bəli, 2 dənə falan. Burada 31 niye 30? Mən burada 31 deyəm. Mən 255 olmalı. Burada 255 olmalı. 31 oradan çıxdı. Müəllimə, burada Nazlı müəllimə 255-dir yoxsa 31-dir? 255 olmalı. 255'dir. Yox, mənim 255. Mən 255 götürmüşəm, düzdür 31. Mən 255 götürmüşəm. Baxıram ki, siz 31 deyirsiniz. Mən hətta qalan günətlər 31 ola bilər. Cevap 31 değil. Ben 255. Mən də 255 götürmüşəm. Bəli, 255. Ümumiyyətlə 31 diye bir şey var belə şeylərdə. Ya. Ümumiyyətlə buradakı rəqəmlərin heç bir iş vərəqində yoxdur. Ben yok. Maksimum 255. Yani Bir dənə mənə o dispol var, Excel açılanda işçi vərəq idi deyəsən. O 3 dənə olmalıdır. İlk 3 dəfə. dənə, Bəli. 3 dənə falan. Her o 3 tane verersiniz. Hə, Bəli, susma. onu yadımda saxlayın, onu yadımda saxlayın. Sadə suallar mənli isə. Burada da ki yoxdur. Mağazanın kodu falan olsaydı yenə. Bəli, bu da biraz Məsələn, yazılır. Onda da hiç dizi götürmüş. Unikal kod yoktu burada. Bəli. Ya vəsiqə olur, vəsiqənin fil kodu da unikal kod. Çətinlərə 23. 19 deyil burada. Yox. Hətta 19, hə. Hasan deyil.
Bəli, doğrusan. Vahid müəllim, tam başa düşmüsünüz bu sualı? Bəli, bunları bilirəm, müəllimə. Bunlar mənim sadədir. Müəllimə, o 24 də satmadı mənə. 24 lira bu düzdür yoxdur. 24'te bir tələbədən sonra ox işarəsi olmalıydı, o yoxdur. Orada səhv edirsən. O olsun ödənir. Aynen. Görünür, kələdiyə kimi gəlmir, elə yoxla çıxır. Oxumuzda ya 6 ya da 5 dəqiq yadımda deyil. Gəlir, niyə gəlmir ki? Bax, A 12'dir, B 17 olur. Sonra gəlirik A'nın qiyməti. A'nın qiyməti olur 29. B'nin qiyməti 12'nin üstüne 17 gəlirik də. Evet, onda da 29 olur da müəllimə. Yo, B 29 olmur. B ucu A'nın ikinci yeni qiymətini hesablayırıq. Mənim o fikrimdən qaçıb bu. 29'un üstüne təzədən 17 gəlirik. O mənim fikrimdən qaçıb. 46. Hə, Mən 46. 29'a bərabər eləmişəm, deyirəm bu bundan kiçik deyil. Deməli, yoxdur, bir yoxdur. Mən də onu elə bilirəm. Hamısı gəlir. Yo, o B'nin ikinci qiymət neysə, onda çıxır 5 dənə çıxır, 6 dənə çıxır, o yadımda deyil. Bəli. Mən bunu düz yazmışdım. Burada bit bölünsün saniyədir. Bəli, bit bir saniyə. Burada da 3, Mənbədir. Kodlaşdırıcıdır, rabitə kanalıdır. 2, 5, 4, 1. 3, 2, 5, 4, 1. Bəli. Hə. Burada da var yani. Burada da ad. 192, 168 bit. Burada 1, 2, 3, 4. 4 dənə. 4 4 tane. dənə nədir? Hansılardır ki onlar? D, TH'lar. TH'lar sütunları bildirir. Sizin dəftəri bildiniz. Bəli, qayda dəftərimizdə deyil. Onlar sətiri bildirir. Səfəri bildiniz. TH sütunu. TH da tutunmazdı. Bak bu TH'də kanalar. adamda bilirsən. Hə, bunu bilmirəm mən. Mən Yəni, belə TH yadda sütunu. saxlayın. Neçədən TH varsa o qədər sütun var. Belə yadda Bildim, saxlayın. başa. Mən belə yadda saxlayın. H hündürlüktür, düzdürmü? Sütun da hündürlükdəndir. Ona görə TH-ı da yadda saxlayın ki, hündürlükdür. TD-də ki, təbii ki, sütunun mütləq sətirlər də olmalıdır. TD-də onun sətirləri. Şu hak görəndə hündür də. Bəli, hündürlüklə yadda saxlayın ki, mən şəxsən özüm elə yadda saxlayım ki, hündürlük, yəni sütun. TH. Dede də verəndə sütun olur da, mən elə deyim. Xanadır, xana. Böyle xana. Yəni, kanaların içində yazılanlar. Burada A idi. 3 dənə. Hə, böyüdür işlər. Çağırış 3 dənə böyük. Burada da 12 dərs Evet. qatdan fərq. Mənimlə dəyişənin adı nə ilə başlaya bilməz? Rəqəmlə. Rəqəmlə. Rəqəmlə başlaya bilməz. Bir də müəyyən simvollar var ki, oradan istifadə altdan xəttdən başqa heç bir simvol istifadəsinə icazə yoxdur. Baxın, rəqəm iştirak edə bilər, amma rəqəmlə başlaya bilməz. Bir dənə də simvol olaraq da altdan xətt. 95'dir burada. Bəli, bu 95'dir. Mənimlə niyə 95? Yan yana yazılır. Bəli. Yəni Bu da burada- drop end də. Bəli. Yəni, end işarəsi drop enir. Yəni alta düşməyi bildirir. Alt sildirər. Bəli, yəni rəqəm kimi götürmürük. Bəli, yəni burada mənimlə rəqəm kimi götürmürük. Sadəcə olaraq sətir kimi götürürük hər birini. Bak mən ama burada sualın qoyuluşun səhv elədir ki. Bu ən beraber olmur axı. Ən qarşı-qarşıya çap edir. Bu alt-alta. Yox, baxın orada deyir ki, A-nın üzərinə B-ni əlavə elə. Elə A ilə B-ni deyir, yanaşı yaz. Üstə gələn özü ilə yanaşı yaz deyir. Bir daxil mənim səhv Yəni, tırnaq 32-dən deyirik. Hə, Onu demirəm, mən o için deyirəm. Hə, 32 deyirsiniz. Hə, üzrünü say, mən başa düşdüm. Deyir, default varsayılan vəziyyətinə
End parametri nəyə bərabər olur? Bu da nə deyirsiniz müəllim? Yəni Drop deyirəm, yəni sualın qoyuluşu məntiqlə düz gəlmir. Cavab düz də olmalı. İnsafı bu etlə bu bir-birinə bərabər olmur axı. Yəni bu qarşı-qarşıya çap edir. En isə alt-alta çap edir. Belə deyil. Bəli, yəni ki, burada deyilməlidir ki, əksi deyilməlidir. Slash-inlə end bir-birinə əksdir. Bəli. Evet. İndi burada cavab hansıdır Nazlı müəllimə? İlqar müəllim, burada drop Ümumiyyətlə işarəsini, sual slash işarəsini, baxın İlqar müəllim, slash işarəsini götürə bilərik, amma slash işarəsi ensiz işləmir. Slash yeni götürəndə növbəti sətrə keçir. Onda slash yeni götürsək də gərək yazardıq burada əks. Bir sözün sualda cümlənin içində deyil. Gün deyil. Sualın qoyuluşu. Bəli. Əsas odur ki, biz bilirik ki, slash n hansı şey görür? Slash n hansı şey görür İlqar müəllim? altı Növbəti sətrə keçir. Bəli müəllim, növbəti sətrə keçir. End nə edir? End, Qarşı-qarşıya. bəli, yanaşı yəni bəli. Biz bilirik ki, printin tərkibində nə var? Susma halına görə. burada 39 görür burada. Dokuz. Ehtiyac var məndən lövhədə yazmağa buna. Tam başa Yox, bir dənə seyini çıxardırdıq çapı. bəli, if O ödəyir. bizlər ödəmir. Bəli, if ödəyirsə ifə baxırıq. If ödəməsə elifə keçirik. Elif də ödəməsə else qoluna keçirik. Burada heç bir ödəmir, elseyəcək. Bəli. Hə, bu sualda Mən 0,304 eləmir. Tapılmıyor. Elin tamam var. Buna ben de 5 yazmışım ama cevap başka şey çıktı. Yok, buna 1,245 yazdım ama burada 0,234 değil artık. Hə, mən bunu şəxsən eləmişəm. Yəni 0, 1, 2, 3, 4. Hər dəfə elə bir. Deməli, kiçik 5-ə qədər, 5'ə o şərt ödəyənə qədər ilgini bir vahid artırırsan. Ve tapa Altı verir. verilmədim. Hə. Birində ən son qanı verir də. En son 5'i de 4'e tapa kadar verir. götürülür de. Yok 5'i de tapa verir. Ne ahırda? Çünkü 5'i götürür. 5'i nedir tapa verir? 5'ten Ay müəllim, Yok. gör nə deyirəm. Bax, 4'ü götürəndə, 4'ü götürəndə üstünə bir gəlir, artıq 5 tapa gelir daha. Bəli. Orada sıfırı nətər çapa Yox. verir, mən başa Sıfır tapa düşmədim. verilmir. Sıfır yoktur. Sıfır tapa verir. Sıfır bir olur. Bir Neye verir? 4 bir olur. Nazlı müəllimə, hansıdır bunun cavabı? Yeber. Bir, iki, Necə? Bu deməli, hansı misaldır? Bunun cavabı hansıdır? 34'dür. Baxın İlqar müəllim, burada bizdən soruşur ki, bizə deyir ki, nə qədər ki, i dəyişəninin qiyməti 5-dən kiçikdir, dövr edin. Və hər dəfə dövrdə də i dəyişəninin üzərinə 1 əlavə edin. Yəni bir vahid artırın. Və sonra çap edin. Birinci sıfırdır, sıfırda çap eləmirik. Bir vahid artırırıq, edirik 1. 1'i çap elədik. Dəfə getdi 1. İkinci dəfə yenə qayıdırıq dövrümüzə. Deyirik ki, 1 kiçikdir mi 5-dən? Deyirik ki, hə, şərt ödəyir. Yenə də üzərinə 1 əlavə edirik. Bu dəfə də 2-ni çap edirik. Bu ardıcıllıqla 3, 4. 4'də çap elədik. 4'də çap eləyəndən sonra qayıdırıq, soruşuruq. Deyirik 4 kiçikdir mi 5-dən? Deyirik, hə. Və üzərinə 1 əlavə edirik. i dəyişənin 4 idi. 1 əlavə elədik, yəni 5. 5'i də çap elədik. 1-dən 5'ə. Bu niye çap eləmir ki müəllim? Bəli, bəli. 1, 4, 5. 1, 2, 3, 4, 5 tapa olur. 1, 2, 3, 4, 5 demek. Sıfır verirlersin ki sıfırın üstüne уже bir gelir ya. Bak, printin qalan üstünə bir gəlir də sıfırın müəllim. Yəni, Ha, ona göre Bəli, bəli. geri oxuyasın da əvvəlcə. Hə. Üstü var da kimin? İkinci də. 35'te de ben Sonra. bana satmadım. Ne olur? Və İlqar müəllim tam başa düşdünüz 34-cü sualı? Nizam müəllim başa düşdünüz 34-cü sualı?
Başa düşdüm müəllim. İlqar müəllim başa düşdü 34-cü sualı. Ehtiyac var mı? Çalışıram müəllimə. Yaxşı. Buyurun. Yəni orada müəllim hər biri elə bir qoyduqca qiymətlər onların hamısı artıq print orada çapa verilir. Ona görə 1, 2, 3, 4 orada axırıncı şey çapa verilir. Tamam. Print failin içindədir deyə bir hamısı çapa verilir. Qıraqda olsaydı bir dənəsi axırıncı veriləcək. Yəni 5 də çapa gedir da onun orada. Bəli, 5'dir. Çünki yoxlayırıq 5-5'dən kiçikdirmi? Yox, dayanır. Yok, çünkü 4 olanda müəllim, bax fikir verirsiniz, 4 olanda 4-5'ten kiçik olduğuna göre inin üstüne təzdən biz gəldik. 5 olur, 5 çapa değil. Aydın. Çox sağ olun. Bu da çox maraqlı. Müəllim, burada maraqlıdır, düzdür. Burada bu bütün qiymətləri deyil, çapa getməli deyil, bütün qiymətləri. Mən orada elə 21-39 tapdım, 10 yazdım. Belə daha çox deyəsən. Tamam 21-39 necə çıxır ki? Elə çıxır ha. Amma Bəli, bəli, biliyorsunuz, düzdür, məsələdir. Elif'te deyəsən ödüyürdü. Bəli, bəli, bəli. Elif'in birinde ödüyürdü o 21-39'da. O bizlere bakmadım. Mən də onu aldım, 21-39'u aldım. Sonra mənim saçlarım nə oldu ki, axırda məndən hamısını istəyir tapa verməyi. Onu orada Hamısını istəmirim, müəllim. O ödəməyəndə şeyə gedir. bildim müəlliməm. Müəllimlər baxırıq birinci ifə. Birinci if ödəyirsə, ödəmirsə elifə baxırıq. Elif də ödəsə ikinci elifə baxmırıq. Elif heç vaxt bərabər hüquqlu olmur. İkinci elifə baxmırıq. Yox, ikinci elif də ödəməsə artıq elsi qoluna keçir, məcbur. Amma yenə deyirəm, elif ödərsə ikinci elifə baxmırıq. Bildim müəlliməm. Evet. Ha burada da müəlliməm, mən burada səhv Bəli, bunları izah eləyərdiniz. Bunlar mal satılır. 5-5. Bak, 5-5'ti burada bakın. Müəllim getməyin də. Burada 35 deyir 25'e bərabərdir. Hayır, bərabər deyil. Önce bu dizili ifə. Əlbəttə, burada fərqlidir, bərabər deyil. Fərqlidir. Bilirəm də müəllim, mən nə deyim. 35-25'dən fərqlidirsə, onda düşürük ifə. Bərabər ki, bərabərdir, ona görə deyirəm. Sual verirəm ki, bərabərdir, deyirəm xeyr də. Ona görə düşürəm ifə. Burada biz geldi. Tamamla 5'te alırsın. 5,5 deyirik müəllim. Cavab 5-5'dir. Yəni M-in qiyməti 5-dir, N-in 5'dir. Ne dağılır? Ne olur? Ha, 35-25'dən böyükdür. Bəli, onda M bərabərdir. M çıxır dedim N-ə. Yəni 35'dən 25'e çıxır. Nə eləyir cavab? 12. Sonra təzdən gedirik, qayıdırıq. Təzdən yoxlayıram. 10, 25'dən fərqlidir. M-imizin yeni qiyməti 10'da axı. Bəli. 10, 25'dən fərqlidir. Bəli, düşürəm aşağı. 10, 25'dən böyükdür. Xeyr, E-siyə gedirəm. Onda elimizin 25 idi, M-imiz 10. 25'dən 10 çıxanda nə eləyir? 15. Təzdən qayıdıram. 15, elimiz 15'dir. M-imiz də 10 idi. 10-15'dən fərqlidir. Hə, yenə ifə düşürəm. 10-15'dən böyükdür, xeyr, böyük deyil. Ona görə E-siyə. Elimiz 15 idi, M-imiz 10 idi. 15'dən 10 çıxıram, 5. Qayıdıram təzdən. Burada əmamı tapılır. Düzdür, mən də. Elimiz 5, elimizi 5 tapdım. Yenə qayıdıram. 15'e bərabərdir, xeyr. 15'dən böyükdür, bəli. Onda M-dən N-i çıxıram. Yəni ondan 5'i çıxıram. M-imiz də 5. Aydın, sana mən aydındır. Biz sadəcə dövr eləməmişik. Ona görə belə oldu. Kəsən. Bəli, bəli. Ona görə belə oldu. En kısa yolun tapılması.
Devam edək. Biraz. 37'ye bakayım eline. Bəli. 7'den ben 8 almışım. Lövhədə paylaşaq. Bizlə bax. Bu ben şuna tercihte koyayım bir dakika. Baba. Bu saççı. Tamam, evet. Burada 8 almışım. Nasıl? Bunu da yaz. Baxın, burada deyir ki, verilmiş. Nasıl herhalde tutmam? Presentli yazdım. Onlar deyib çürüsünü öldürməli. Buyurun, izah edeyim mən. Lövhədə yazmağa ehtiyac var mənimlə? Lövhədə həll edeyim. Ben izah edeyim, ben başa düştüm. Eləyin, mən başa düşməmişəm bunu. Bəli, zəhmət olmasa deyil. Buyurun, Niyazi müəllim, deyə bilərsiniz. Ben deyim yoksa değil. Bilmirəm ki, demək istəyirsiniz, izah eləyək. İstəmirsiniz, lövhədə izah eləyək. Məndən olsa lövhədə izah eləyəcək daha yaxşıdır. Buyurun, buyurun, buyurun. Bir dəqiqə. Lütfen paylaşın. Nasıl? 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 Bakmışsınız. Nasıl? Ojo. Também. Buyurun müəllim. Zəhmət olmasa deyil, mən lövhədə yazım. Niyazi müəllim, zəhmət olmasa deyil, mən lövhədə yazım. Dövr edirik. Verilmiş il dəyişənini soruşsan. Orada input'a 6 yazılır. En böyle. Buyurun. Niyazi müəllim çıxdı dərsdən. Bir də daxil oldu dərsdən. Bakalım 6 yazdırır. İki kişiyi de 6'dan. Fipsam eliyle de Fib 2 ile Fib 1 dedik. Ve belli 2. Fipsam olur 2. Düzdür. Bəli. Burada F1 nə qiymət, Fib1 nə qiymət alırsa, Fib2 də həmin qiyməti alır. Hər ikisini də bir-birinə bərabər götürürük. Bilirdim. İkisi də nə yazır? O da 2'ye beraber. Bəli. Baxın, il dəyişəninin qiymətini bir vahidə Yani orada Fipsam'ın kıymetini yazdırır. Doğru da. Bəli. 2'ye açsam. Bəli, yenə qayıdırıq. Deyirik 3 kiçikdir mi 6-dan? Deyirik hə. Burada hansı qiyməti yazılır? Orada 1, 2, 3 gibi. Baxın, Fib2 ilə Fib1-i toplayırıq.
Baxın məndə Fib1-in qiyməti biri 1 idi, biri 2 idi. Bununla bunu toplayırıq. Bilirsiniz, Nizam müəllim, sizə niyə belə qəliz görsəniz? Fib1, Fib2 qarşılıqda hamısı bir-birinə. Ona görə sizə elə belə qəliz görsənibdir. 1 ilə 2-ni topladıq, 3 elədi. Təzən gəlirik, bunu da bir vahid artırırıq. Bu da elədi 4. Təzən yoxlayırıq 4 kiçikdir mi altdan? Deyirik hə. Yenə qaydırıq dövrə. Bir pib 2 burada 4 olur. İşte 5. Bəli. Bəli. 5 8 sonra olur 5 6. 6 idi yok. Bəli. Bunda ben neyi soruşur? Pipsamı soruşur. Pipsam onda 5 de. Bəli. Pipsamın qiymətini 5 alır. Bəli. Yəni sadəcə olaraq hədləri bir-bir cəmləyirik. Bu da mən nəysə səhv elədim. Nə də səhv getdi. Baxaq təzən bir də. Ya Fib1, Fib2'ni yazmadan kuramı iyiye geçtik. Hə, onu mən özüm ümumidən yazdım mənlə. Yəni özüm ümumidən yazdım da bir də qısa yoldan getdim, belə deyim. Aldım. Bəli, özüm yəni qısa yolla getdim. Yəni belə heç misal yazmadan da həll etmək mümkündür. Burada sadəcə müqayisə edirik. I dəyişəninin qiyməti ilə N'in qiymətini müqayisə edirik. Deyirik ki, 2 kiçikdir 6-dan. Nə qədər ki, hə deyirik, dövr edirik. Və dövr edəndə də Fib1 ilə Fib2-nin qiymətlərini bərabər götürürük və hər dəfə bir vahid Fib2-nin üzərinə Fib1-ə əlavə edirik. Və i dəyişəninin qiymətini də bir vahid artırırıq. Bu qayda ilə dövr edirik. Və sonda qiymət, yəni i dəyişənin qiyməti 6 olduqda deyirik ki, 6 böyükdür 6-dan, yox deyib dövrdən çıxırıq. Baxın, burada artıq neçə dəfə dövr eləmiş oluruq. Bir dəfə 2 qiyməti ilə, bir dəfə 3, bir dəfə 4, bir dəfə 5. Bax, bu qiymətlərlə dövr elədiyimizə görə 4 dəfə dövr edib, dövrlərin sayını biləndən sonra və proqramda hansı işi gördüyünü biləndən sonra proqramın qiymətini artıqdan ala bilərik. Yəni, bu kəsə yolda, qısa yolda proqramın həllinin. Yəni, bu qayda ilə həll eləsəz, həm də vaxt itkisi olmaz. Kontinularda da diqqətli olaq mənimlə, çünki bu sinif kitabında var. Devam edək. Bir proqram fraqmentinin sonunda hansı qiymət çıxar? Burada necə dövr edirik? 1-dən 20-yə 3, 2 addım. 2 saat. Bəli. Kaç ədədləri götürürlər buradan? Elə hamısı tək ədədlərdir, hamısı da ödəyir. Bəli, hamısı da. Ben 100 aldım. Bəli. Ben orada 25'ten kiçik olana qədər, yani 25'e beraber olana qədər cümbrik var, dayan deyir. 36 aldım mı? Ha, 36 almış. 25'ten 25'e kadar da dayanmalıyım onda. Bəli, bəli, 25'ten cümbrik deyince dayan da, getmə. Ben kantun elədim, dedim elə sayım gedim elə. Yox, baxın mənim, burada continue var. Continue nə var? Burada biri kardadır. Sərbəstdə. Dövrün içərisində sərbəstdir. Aydındır. Continue nə vaxtdır? Continue, yəni belə deyim, 25 qiyməti ilə, yəni 25 qiyməti alanda işə düşür. Bizi qaytarır dövrə. Yəni bizi qoymur ki, biz continue 1-2 görək. Amma nə qədər ki, burada qiymət continue görür, artıq ondan sonra 1-2-dən rastlaşır. Və 1-2-dən rastlaşanda dövrdən çıxardırız.
Buna görə də qiymət neçə alınır? 36 qiyməti ilə çıxırıq 4-dən. Niyazi müəllim başa düşdünüz mü misalı? Ben yazmışım. Bəli, Nizam müəllim, bəs siz, İlqar müəllim, siz yazmısınız? Ben yazmıştım, cevabı düz almamıştım ama başa çıktım. İlqar müəllim, çətininiz yoxdur bu sualda? Bir də deyim. Yok. Hansı sual başa düşməsəz, deyin zəhmət olmasa bir də qaydaq, bir də müzakirə ilə. Yəni üstündən keçməyin. Bu da əslində növbəti sual, əslində sadə sualdır. Yenə 4 addımı ilə dövr edirik. İki, 6, 10, Ha, 14. sade diye. Abi sade de ama burada niye ahırda bir tane de 33 sat ediyor? Çünki Çünki mən 2 dənə, ən axırda print M. İki tane İki dənə print var da, ona görə mən eləmişəm, bunu da eləmişəm. Şimdi ben 32 niye bir defede sat ediyor tek sat? İki dənə print var orada, iki printim var ona görə. Daha birinci printdə 3, 9, 19, 33 çıxır. İkinci print M-də ən axırıncı Printdə isə axırıncı 33. Ahırıncı rəqəmi götürür. Bəli. Ha, başa düştüm. Teşekkür ederim. baxaq. Müəllimə mənə görə yazırsa yazmayayım, başa düşdüm. Allah, Allah. Dönün. Bir, Bu da Burada satılmaz belki. 8-dədir yəni. 8'de değerli, yüzlükte, yüzlükte değerli. Bu da hə, C bəndi. 2323, 100'lük. Allah, 8, o da 100'lük. Allah. Biz aydınıza keçən növbəti. Biz oxuyan uşaq oxumuşduq. İnşallah. Ola bilirəm də, oturub test edəndə bilmirəm. Madem defler çektim, def başa düşebilmem, düşebilmem. Mənimlə deflər ola bilər düşsün, ola bilər düşməsin. Düşsə də həqiqətən sadələr olacaq. Yəni baxım da defdir, çətindir, onsuz da həll edilməyəcəm. Elə fikirləşməyin. Yəni cəhd eləyin, həllinə baxın. Həqiqətən asan deflər düşəcək. Düşsə. Buradakı def də asan deyil, çətin deyil. Asan deflər. Def 5 daxil edilərsə, nəticədə ekrana nə çıxar? 5 Bu da asan deyil. Yəni burada 101 idi. 0, 1. Dənə ayırıb qoyulub qırağa da bunu. Hər də hər dəfə şey eləyirik, bölürük, qalığı götürürük, bir də bölürük, tamı götürürük. Hər dəfə deyirik ki, en qədər artırır. Bəli. Aydınca keçən gün. Bu deyəsən 5 onluq ədədini ikiliyə keçirtməkdir. Bəli. Bəli, bəli. Proqram bu işi görür. Yəni şagirdlərə Bu məktəbdə. cavabdan da görsənir də, 1, 0, 1. Elə ki, ikilikdə onluqda 5 deməkdir. Gəlmən. Orada nəyimizə lazım özümüzü yorar. Elə bölüb keçərik. Burada 5-dən bu tərəfə demok. Demok. bəli, Budur. Boş, demok. bəli, eyni Bu nə? oldu. Bəli, Demok. Bu da algol deyəsən, algol. bəli. Algo. Yo, algor da var. Baxay deyəlim, baxay. O qaldı dalda. Mən yuxarı Hadi, Tabii hadi sağ olun. gətirirəm. Hayır, nə onu da düz yazmışdım mən.
Bu mənim. Algor Bunu da. sayırsan da M-dən 5-ə qədər. Mənim. Bəli. Algor, burada demok. Oy, danışıram, səhərdən mikrofon bağlıymış. Bu belədir də, nöqtə soldadırsa sol tərəfə sayırsan, sağdadırsa sağ tərəfi. Elə. Mənim. Bu tərəfə də neçənci sual bu? 45. Burada find n. N'i tapır. N'i hardadırsa orada 0, Bəli. 1, Nə qədəri tapır da, elə deyil, nə qədəri. Faiz nəyə tapırdı? İndeksini tapırdı. 2. 2. Yox, yox. İndeksi tapır da. 0, Enin, 1, 2. Bəli. Mon olur da. bəli, enin indeksini tapır. Bəli. O da 2. Ben 2 yazdım. Cavab mon olur, yoxsa 2 olur. Ay müəllim, enin indeksini Hiç olur, tapır. bak. Axı onu necə yazılır biz? Baxın müəllim, İndeksi müəllim, tapır. enin indeksini tapır. Faizin işi nədir? İndeksi tapır. Vay, mən bunu sətir kimi götürmüşdüm. Hə, yox, onun zəhmət olmaz. D 0, 1, 2 müəllimə. M 0, bu 1, N də 2. Demək, İlqar müəllim, mən bunu saydım 0, 1, 2, mon götürdüm sətir tipində. Yox, find, sayır. Orada taktik yenisi. Ama burada ne olacak bu 845'te? En yukarısı maksimum sorusu 8. İçində də 8-dir, 8 götürdük, değil mi? O A üstü CLFP'nin rolü yoktu. Ha, en Hamısını toplamda hamısı bir yerde yazılır da. baxın müəllim, A üstə gələkdir. O deməkdir ki, A ilə B-ni toplayıb C-yə mənimsədir. C olur artıq 8, 5, 3, 4, Ha, yani 5, toplamda səhv ettim. 8 də burada. Burada deyirəm böyüyünü göstər. Ha, Bəli. Ona görə 8-i götür. Baxaq növbət. Hasan demiş ama. Bəli. Baxaq bizim olmazsa olmaz fikrimizə. Baxaq, burada deyir ki 5 deyib. Bunun beləklərin hamısını mən atmışam. Heç bir eləyib eləmə. Çok değil burada. Bax, Bu da asandır. 5 vur F4, 4 vur F3, 3 vur F2. Bunların hamısını sıfıra kadar eləyir. bəli. Yəni bir qiymətini deyir bərabərdir sıfıra. Nə qədər ki sıfıra bərabərdir, bir qiymətini alır və biz artıq dövr eləməkdən dayanırıq da, dövr eləmirik. Baxaq, burada N-ə 5 verdik. Burada ödəməli şəkil. Ona görə yazırıq. 5 vurulsun. Ve F4. 5 çıxılsın bir daha. evet. Şimdi gəlin buradan F4'dan. Bu soruların sonunda 5 faktoryalın hesaplanması getirir. Ne kadar fərqli bunlarla hesaplayır. Bəli, bəli, əksəriyyəti elədir. Bu da bərabərdir. 3 vurulsun F2. Burada da təzədən 2 vurulsun F1 alınır. F1'də də gəlib yerinə 1 yazırıq, yenə alınır. Yazırıq 1 vurulsun F0. Axırı F0'da şərt ödəyir deyə 0, N-də 0-0'a bərabər. Bu da 1 eləyir. Deməli, F0'ımız 1'dir. 1'i 1'ə də vuranda cavab 1 çıxır. Bax, biz bu misalı niyə yazdıq? F1'i tapmağa görə. F1'in qiyməti 1'dir. 1-də 2'yə vururuq, eləyir 2. Bu misalı niyə yazdıq? F2'ni tapmağa görə. F2 2'dir. 2'ni də 3'ə vururuq, eləyir 6. Biz niyə bu misalı yazdıq? 6 aldıq. F3'ün qiymətini axtardıq. F3 6'da əslində. 3 6'ını da 4'ə vururuq, 24'ü alırıq. 24'ü niyə tapdıq? F4'ü axtarırdıq deyə. F4 əslində 24'dür. 5'i də 24'ə vuranda neçə eləyir? 100. Bəli. Cavabımız eləyir mi seni? Aydındır mı? Keçən növbə.
Sualınız varsa buyurun deyə bilərsiniz. Bu qəşəng çox maraqlı deflər var. Həm də hasad deflərdir. Mürəkkəb deyil. Baxaq. Burada deyir ki, monitorun ekranına nə çıxar? 8 ilə 12-ci. Deməli, 8-i A-ya mənimsədirik, B-yə də 12-ni. Bir A-ya bərabərdir mi? Yox. Görürsünüz necə sadədir. A-nın B-ni toplayırıq. Bunlar sadə. Həll eləmişik mənimlər bunu. Bəli, bəli. Bəli. Hə, çox sadədir. Çox görürsünüz mü? Yəni def deyib də keçməyin ki, onsuz da çətindir falan. Yəni bir yoxlayın. Yəni baxın deyil. Ümumiyyətcə, hansı sual ki, çətin görsəniz, uzun uzadıdır, onunla bu da asan təhlil olur. Hansı sual ki, sadə görsəniz, orada bir tələb var mütləq. Baxaq. Bu da əslində sadə defdir. Sadəcə iç-içə formada. Bu tiplər səfərimizə keçən qəbula miqdə düşmüşdü. Buna oxşar bir sual. İç-içə formada. Daha saat. Bir dəfə 5-6 qoyuruq, bir dəfə 8-6 qoyuruq. Ay, sağ ol. Bəli, emin. Emin, emimiz, enimiz 6. D, baxın, bu da nəyə tapırıq mənimlər? D, emini tapırıq. Yəni 5-6-nı. D-nin yerinə 5-6 yazırıq. Deyirik 5 böyükdür, beyin deyirik yox. 8-6. Aa, bəli, bəli. Hə. Doğru sayın, bəli, 8-6. Hə, deyirik 8 böyükdürmü 6-dan? Bəli. Deyirik ki, hə. A-dan da B-ni çıxırıq, qalır 2. Deməli, D, emin əslində 2-ymiş. Sonra mənimlər nəyə tapırıq? D, X, Y tapırıq. Baxaq, D, X, Y tapırıq. X, Y-in qiyməti 5-6-dır. Bu dəfə də yerinə qiymət yazırıq. 5-6. Deyirik ki, 5 böyük B-dən deyirik yox. S qolunu keçirik, A-nı B. O da eləyir 30. Ondan sonra indi nəyə tapırıq? D, 30 və 2-ni tapırıq. Baxın, D, 30 və 2-ni tapırıq. D, 30 və 2-ni tapırıq. Baxırıq. D, 30 və 2-nin qiyməti 30 böyükdür. Bundan deyirik, hə, A-dan B-ni çıxır. Onu da eləyir 28. Yəni ki, hər birimiz 28 cavabını almış. Bəli. Mən almış. Əla mənimlə. Əlasın. İlqar müəllim, başa düşdük sualımızı? Mən almışam, yazmışam bunu. Əla. Burada bir dənə alt loqomuz var. Necə yazmışıq alt loqonu? Sınıq xətt. Tez elə yazmışdım. Hə, üç nə bilim nə idi, sınıq xətt idi. İcraçlar yadımda. 60 dərəcə idi, 3 dəfə irəli 160 idi. 3 dəfə təkrarla sınıq xətt. Bəli, burada sınıq xətt. Bəli. Niyə sınıq xətt? İlqar müəllim, Mən çəkdim sınıq. sınıq xətt dedilər. İlqar müəllim, izah edin, niyə sınıq xətt alınır burada? Ona görə ki, müəllimə, deməli, 3 dəfə təkrarlayır. Bəli. Hə, deməli, 3 dəfə alt, deməli, 180 dərəcə, elə 180.
360 eləmirdi. Hə, üstündə yəni bağa qayıdıb o şeydə çıxdığı yerə qayıda bilmir. Qıraqda da elə ki çıxdığı yerə qayıda bilmir. Bəli. 120 dərəcə olsa şübhə olardı. 60 dərəcə bir sınır xətti. Bəli. Yəni əslində belə də misal üçün 180 Sonra dərəcə 6 olsaydı 6 bıçaqlanmır. hə də 6 dəfə 6 36 360 dərəcə olardı. Ha. Yarımçıq. Bəs məntiqi həll eləmişik mi müəllimlər? Bir də müəllimlər, yəni ki, məntiqi hər gün deyirəm, təkrarlayırıq. Mən hər dəfə dedikdə ki, Mən eləmişəm məntiq. hə, mən hər dərs deyəndə ki, təkrarlayın, inanın ki, təkrarlasaydınız məntiqi əzbər yadınızdaydı. Mən 60'dım, düz çıxmışdım. Yox, mən elə eləmiyim. Məntiqi oxuyun, çalışın əzbərin, oradakı düsturlar da doğru, cədvəllər də ən azından onları əzbər öyrənin. Demorqandır, paylamadır, qruplaşdırma. Bunu izah eləyərdiniz zaten. Bax, dünənləri oxudum, müəllimə nə qədər. Yadımda qalmadı ki, qalmadı. Mümkündür də qalmadı. Dönüb baxmaq lazım. Bir də implikasiyada doğru yalan yalandır. Qalan hamısı doğrudur. Onu yadınızda saxlayın. Bəli. Üç kiçik deyil. Dördü böyük, dörd böyük deyil. Bu ifadə yalan olmalıdır ki, inkarı doğru olsun. Bəli, sıfır alınmalıdır ki, bunu biz neyiniyək? İnkar eləyək, olsun 1. Bu birisi də yalan olmalıdır. X bölü 4 yalan olmalıdır. Bəli, hansı qiymətlərdə yalan olur? 3, 4. 3, 4. Niyə 3-4 qiymətində? Hə, dediniz 3. 2, 3 də ödəyir, amma 200 burada ödənir. Bəli. Tutalım ki, 3 qiymətini veririk. Bura 3. Deyirik 3. Baxın, 3 böyükdür mü 3-dən? 3 böyükdür 3-dən. Mən meylo görsənir də onu həll eləməklə, yəni 3-dən böyük deyil, bir də 3 6-dan böyükdür, o da yox. Bəli. Yalan. Yalan da inkarı doğrudur. Bəli, bizə 1 verir. İndi deyirik 1 implikasiya ilə x böyükdür mü 3-dən? Burada x neçədir? 4. 4 böyükdür mü 4-dən? Yox. 1-in sıfıra Yalan. Doğru. İmplikasiyada doğru yalan. Bir dənə doğru yalan yalandır. sağ ol, bəli. Yadınıza salaq müəllimlər. İmplikasiyada 1, 0 bizə nə verir? 0'ı. Qalan baxın 0, 0'dır. Nə bilim 1, 1'dir. Ondan sonra 0, 1'dir. Bəli. Bunlar Yalan doğru. Bircə dənə müəllimlər. İmplikasiyada bunu yadda saxlayaq. Bir də ekvivalentlilik var. Bəs ekvivalentlik necədir? Orada 2 doğru, 2 yalan doğrunu verir. Doğru yalan, yalan doğru yalanı verir. Sağ ol. Əla. Bəli. Bir dənə xırda fərq onda. Bir dənə onca əzbər yadda saxlasınız ki, bu tip misalların rahatlıqla öhdəsindən gələ bilər. Bəli. Sınaqda bizdən soruşulmuşdu toplama, disjunksiya. Ola bilər ki, qəbulda disjunksiya olmasın, konjunksiya deyilsin və yaxud da implikasiya və ekvivalentlik. Bəli, əksər müəllimlərimiz ekvivalentlikdən çətinlik çəkirlər. İmplikasiyanın ekvivalentliyi. Ona görə də implikasiyanın ekvivalentliyi qəşəng-qəşəng əzbər öyrənir. Oldu. Yəni oradan o tərəfə o qədər çətin heç nə düşəsi deyil. Necə ki, sınaqda yazmışdılar. Belə müəllimlər. Əlavə sualınız yoxdur. Tam başa düşdük sualları.